Salam herkese. Sizinle ben bugünlerim enerji hakkında danışacağım. Niye enerji? Həm fitness trener olduğum üçün, həm idman sahəsində olduğum üçün sizinlə bu haqqda danışacağım, amma ümumilikdə danışacağım. Söhbət yəni məşqlərdən, idmandan getmir. Çox insan elə bilir ki, ümumiyyətlə kimsə ona enerji verməlidir və yaxud da hardansa enerji toplamalıdır, yaxud da enerji ona özü gəlməlidir. Əslində isə belə bir şey yoxdur. Yəni əslində enerji sizin hərəkətiniz bərabərdir enerjiyə. Yəni siz heç bir hərəkət etməsəniz, heç bir enerji yaramayacaq. Yəni söhbət məşqdən getmək istənilən bir şeydən gedir. Tutalım ki, götürək sizin hansısa bir instituta daxil olmanız üçün hərəkət edib, yəni öyrənmək lazımdır ki, instituta daxil ola biləsiniz. Və yaxud da hansısa bir işə daxil olmaq üçün o işin belə deyim, qaydalarına, standartlarına uyğun hər şeyi bilmək lazımdır ki, o işə girə biləsiniz. Və yaxud da elə məşq üçün olsun, hərəkət etməsəniz, yəni gedib zala çatmasanız, orada başlamasanız hərəkət etməyə, heç kəs sizə həvəs falan yaratmayacaq. Nə iş üçün, nə karyera üçün, nə sevgi üçün, hər şeydə əmək, enerji lazımdır ki, siz bunu edə biləsiniz. Ona görə də oturub gözləməyin ki, kimsə sizə motivasiya verəcək. Motivasiyanı da yaranmaq üçün, yenə deyirəm, enerjidir. Yəni özünüz hərəkətə başlasanız və enerji yaranacaq, ondan da motivasiya yaranacaq. Motivasiyanın da olmaq üçün siz müəyyən hərəkətlər eləyəndə özünüzü sevəcəksiniz ki, mən bunu dedim, elədim. O daha da və nəticəni gördükcə motivasiya daha çox artacaq. Ona görə özünüzü aldatmayın. Yəni əgər enerji düşünürsünüz ki, kimdənsə alacaqsınız, düzdür, kimdənsə müvəqqəti enerji almaq olar, amma müvəqqətidir. Əgər sizin içinizdə yoxdursa, müvəqqəti, necə ki, məşqə gedirsiniz, bir ay sonra buraxırsınız, o da elə bir şeydir o enerji. Yəni ki, müvəqqəti kimdənsə alırsınız, sonra həvəsdən düşürsünüz. Və yaxud da kiminsə həvəsinə enerji yaranır. Tutan kimsə məşqə gedir, sən isə, o məşqə gedir, mən də gedəcəm, bəs gedirsiniz bir ay, enerji yaranır, bəs enerjisi. Sonra görürsünüz ki, yox, o sizin istədiyiniz şey deyil və yaxud da həvəsdən düşürsünüz ki, o istədiyiniz vaxtda o nəticəni almadınız. Ona görə o sönükür. Amma bir də var ki, siz bunu özünüz yavaş-yavaş yaradırsınız özünüzdə və disiplin yaradırsınız və nəticə gördükcə enerjiniz olmasa da enerjini yaradırsınız. Yəni bilirsiniz ki, mən hərəkət etdikcə daima dilləri bala-bala göl olar. Daima addım atdıqca enerji də artır. Bundan sonra da nəticə gördükcə motivasiya, pozitivlik artır. Ona görə oturub pasiv gözləməyin ki, kimsə sizə enerji verəcək, nəysə görə enerji yaranacaq, özünüzə enerji yaradın. Yəni Enerji bərabərdir hərəkət. Yəni nəsə istəyirsinizsə hərəkət edirsiniz. Bu qədər. Yəni bunu unutmayın.